Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Mən Günay Abbasova, Turan Akademiyasının təlimçi müəllimi və bugün də sizə may ayının 3-ü 2026-cı ildə keçirilən Azərbaycan dili dövlət dili kimi imtahanın mətn hissəsini təqdim edirəm. 2 rəssam mətni təqdim edəcəm. İmtahan 11-ci sinif şagirdləri üçün keçirilmişdir. Birinci mətnimiz 2 rəssam mətnidir və 15-22-ci sual tapşırıqları həmin bu mətn əsasında təşkil olunubdur. 2 rəssam Tahir və Səlim eyni rəssamlıq məktəbini bitirmişdilər. Hər ikisi bir yerdə işləyirdi, daim bir-birinə məsləhətlər verir, təcrübələrini bölüşürdülər. Onların hər birinin özünə məxsus yaradıcılıq tərzi var idi. Tahir həmişə peyzaj, yəni təbiət mənzərələri çəkir. Səlim isə portretlərində insanın əzab-əziyyətini, kədərini tünd boyalarla təsvir edirdi. Şəhərdə rəsm müsabiqəsi keçirilirdi. Tahir və Səlim də müsabiqəyə qoşuldular. Tahir tablosunda ağacları kəsilmiş meşə sahəsi təsvir etmişdi. Yaşlı bir kişi kötüklərin birinin dibinə su tökürdü. Səlim isə öz tablosunda zəhmətkeş insan obrazı yaratmışdı. Adamın çat-çat olmuş qabarlı əlləri ön planda idi. Bu əllər çoxlarına çətinliklərlə keçmiş ömrünü, acı günlərini xatırladırdı. Tabloya tamaşa edənlərin sayı xeyli çox idi. Səlim əmin idi ki, qalib gələcək. Lakin nəticə onun gözlədiyi kimi olmadı. Münsiflər Tahiri qalib seçdilər. Səlim etiraz etdi. Bəs mənim əsərim nə üçün seçilmədi? Münsiflərdən biri cavab verdi. Düzdür, sən əsərini çox ustalıqla yaratmışsan, amma insanların yalnız ağrı-acısını göstərmişsən. Tahir isə onların sabaha olan ümidini də əks etdirib. Səlim bir daha Tahirin tablosuna diqqətlə baxdı. Birdən kötüyün dibindən cücərən fidana gözü sataşdı. O anladı ki, bu fidan insanların ümidini əks etdirir. Həqiqətən də əsl sənət yalnız ağrı və əzabları deyil, eyni zamanda insanın mübarizəsini, gələcəyə inamını ifadə etməlidir. 15-ci sual. Mətndə altına xətt çəkilmiş sözün eyni mənada işləndiyi cümləni seçin. Qaydırıq mətnə altından xətt çəkilmiş işləyirdi. Hər ikisi bir yerdə işləyirdi. Bu mənanı verir. Keçən il evimizin yanındakı mağaza 24 saat işləyirdi. Babam evə gələndə saat 11-ə 5 dəqiqə işləyirdi. Soyuq adamın sümüklərinə işləyirdi. Atam uzun zamandır zavodda işləyirdi. Köhnə maşınımın motoru benzinlə işləyirdi. Mətnimizdəki işləmək sözü çalışmaq mənasındadır. Amma həqiqilik, məcazilik mənasına da fikir vermək lazımdır burada. Məsələn, burada konkret 2 adamın bir yerdə çalışmasından söhbət gedir. Ona görə də cavabımız C variantı, C deyil, daha doğrusu D variantı. Atam uzun zamandır ki, zavodda işləyirdi. Bu mənasına daha uyğundur. Ona görə cavabımız olacaq D variantı. 16-cı sual. Münsiflər Tahiri nə üçün qalib seçdilər? Münsiflər Tahiri ona görə qalib seçdilər ki, onun əsərində gələcəyə ümid var idi. Və o, deməli A variantı, o əsərində problemlərlə yanaşı gələcəyə inamı da ifadə etmişdi. A variantı doğru fikirdir. 17-ci sual. Mətndə tünd qara hərflə verilmiş sözün izahını müəyyən edin. Mətndə tünd qara hərflə verilmiş söz fidan sözüdür və mətndən də göründüyü kimi, yəni sözün mənasını bilməyən insan belə, bilməyən şagird belə, mətnə diqqətlə oxusa görər ki, orada deyir ki, kötüyün dibindən cücərən fidana, kötüyün dibindən cücərən balaca, yəni ağac. Və bu da deməli, variantlara iri bulaqları və bərk gövdəsi olan çox illik bitki, bitkinin torpaq altında olan və onları qidalandıran hissəsi, ağac və kolların kötüyündən göyərən cavan ağac. C variantı görürük ki, mətndə verilən fikrə tam uyğundur. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol, Y variantı ağacın yerdən iri budaqlarına qədər olan hissəsi. Görürük ki, burada
deməli, uyğun gələn sadəcə olaraq ağac və kolların kötüyündən göyərən cavan ağac mənasıdır. Cavabımız olur 17-də C variantı. 18. Mətnin nəticə hissəsini hansı cümlə ilə tamamlamaq olar? Nəticə hissəsi sonuncu abzasımızdır. Səlim bir daha Tahirin tablosuna diqqətlə baxdı. Birdən kötüyün dibindən cücərən fidana gözü sataşdı. O anladı ki, bu fidan insanların ümidini əks etdirir. Həqiqətən də əsl sənət yalnız ağrı və əzabları deyil, eyni zamanda insanın mübarizəsini, gələcəyə inamını ifadə etməlidir. Səlim əgər bunu anladısa, bundan sonra təbii ki, öz yaradıcılıq yolunda bir dəyişiklik etməlidir. İnsanların kədərini, qəmini əks etdirmək vacibdir. Müsabiqə şəhərin məşhur rəssamları iştirak edirdi. Səlim rəsm əsərini qabarlı əllər adlandırırdı. Bu hadisə Səlimin yaradıcılığında yeni yol açdı. Münsiflərin seçimi ədalətsiz oldu. D variantı tamamilə doğru cavabdır. Çünki artıq Səlim o balaca fidanı kötüyün yanından görəndən sonra nə üçün münsiflərin Tahirin əsərini seçdiyini anladı və çox güman ki, o da özünə fərqli bir yol seçər. Yəni, onun da əsərlərində gələcəyə inam motivi əks olunur. Cavabımız burada deməli D variantıdır. 19-cu sual. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Mətndəki sözlərə baxırıq. 1. Təcrübələrini bölüşürdülər. Bu məcazi mənadadır. Məsəl üçün, İkinci sözə baxaq. İkinci söz, kötüklərin birinin dibinə su tökürdü. Bu həqiqi mənadadır. Üçüncü söz, qabarlı əllər. Bu da həqiqi mənadadır. Dördüncü söz, acı. Acı gün məcazi mənadadır. 1 və 4 seçirik. Beşinci, qalib seçdilər. Bu da həqiqi mənadadır. Ona görə 19-da cavabımız olacaq 1 və 4 A variantı. 20-ci sual, mətnin əsas ideyasını müəyyənləşdirin. Heç variantları oxumağa ehtiyac yoxdur. Gördük ki, burada deyir ki, sənətkarlar yalnız problemləri göstərməli deyil, gələcəyə bir inamda, ümiddə olmalıdır. Elə A variantı doğru variantımızdır. 21-ci sual, mətnə əsasən doğru fikirləri müəyyən edin. Tahir peyzaj janrında rəsmlər çəkirdi. Yəni, Tahir bu fikir doğrudur. Tahir peyzaj, yəni təbiət mövzusunda çəkirdi. Yaratdığı əsərlərdə tünd rənglərdən çox istifadə edirdi. Tünd rənglərdən istifadə edən Səlim idi. Ona görə 3-ü götürmürük. Əsərlərində insanların ağrı acısını əks etdirirdi. Bu aiddir Səlimə. Bəli, bu doğru fikirdir. 4. Əsərlərində nikbin fikirlər ifadə olunurdu. Nikbin fikir gələcəyə inam ifadə edir. Bu Tahirdə idi, Səlimdə deyildi. Ona görə 4-də götürmürdük. Ortaq xüsusiyyəti istəyir. Hər ikisinin rəsm əsəri təbiətin mühafizəsinə həsr olunmuşdu. Xeyr, Səlimdə təbiətin mühafizəsi yox idi. Əməkçi, zəhmətkeş insanlar təsvir olunmuşdu. 6. Hər ikisinin əsərində insan obrazı var idi. Bəli, Tahirin əsərində kötüyün dibindəki fidana su tökən o insan obrazı var idi. Səlimdə ümumiyyətlə zəhmətkeş insanları təsvir eləmişdi. 6 hər ikisində ortaq fikirdir. Ona görə cavabımız burada olacaq. 1, 2, 6 C variantı. 22-ci sualımızın cavabı cavab vərəqində yazılmalıdır. Amma şifahi şəkildə yenə də sizə izah edirəm. Əsas mətnlə çərçivədə verilmiş mətnin üslubi xüsusiyyətlərinə əsasən cədvəli tamamlayın. Hər hissəyə aid ən azı bir doğru fikir yazın. Əsas mətn bildiyimiz kimi bədii üslubdaydı. Rəssamlıq simvolik estetik sistemlərin yaradılması və şərh edilməsi baxımından əhəmiyyətlidir. Hər bir simvol yalnız müəyyən bir fiziki obyektin təmsilçisi deyil, həm də dünyanı və insanın mövqeyini əks etdirən mürəkkəb semantik strukturdur. Görürük ki, cümlələrdən də aydın olur ki, bu elmi əsərin, elmi üslubun
üslubundan olan bir əsərdir. Yəni çərçivədə verilmiş mətn elmi üslubdan bir nümunədir. Əsas mətnimiz isə bədii üslubu idi. İndi biz burada bədii üslubundan elmi üslubu müqayisə eləməliyik və bizə deyir ki, ən azı bir doğru fikir yazın. Yəni doğru olan bir fikri yazsaq, biz burada düzgün cavab vermiş oluruq. Yəni birinci mətndə, bədii mətndə nə olur? Obrazlılıq, məcazilik olur, nəql etmə olur, təhkiyə yolu ilə çatdırılır bizə hekayə. Bu bədii üslubun xüsusiyyətləridir. İkinci elmi üslubdadır. Ümumiyyətlə elmi üsluba aid olan xüsusiyyətləri yaza bilərik ki, terminoloji funksiya daşıyır, konkretlik var burada, dəqiqlik var, məntiqlidir. Bunlar da elmi üslubun xüsusiyyətləridir. Elə bunları yazsanız sizə kifayət eləyir. Bu mətnin də izahı bu qədər. Növbəti videolarda görüşənə qədər.